Hər vaxtımız xeyirli olsun. Əziz 6C ailəsi. Gəlin bir əvvəlcə özümüzə alqışlayaq. Aha. Mən öz növbəmdə Aygün müəlliməniz olaraq, Aygün xalanız olaraq sizi ürəkdən təbrik edirəm. Və hər birinizə gələcək yeni illərimizin hər birində mehriban, sağlam, xoşbəxt, gülərüz, gözəl günlər arzu edirəm. Əzizlərinizlə, doğmalarınızla bir yerdə. Sonra üzümü tuturan bizim şirin, sevimli, mehriban, gülərüz, hər bir uşağa fərdi mehribançılıq göstərən Natavan müəllimimiz. Wow! Mən çox sevinirəm ki, mənim övladım sizin sinifdədir. Həqiqətən də biz müəllim yoldaşıyıq, amma mən sizi burada daha artıq yaxından tanıdım. Həm də çox gözəl bir dostunuz, yoldaşsınız. Allah bu mehribançılığı daim etsin. Çox sağ olun ki, gözəl vaxtınızı, dəyərli vaxtınızı bizə ayırdınız. Və uşaqlar, Natavan müəllimə sizə ürək sözlərini desinmi? Sağ olun Aygün müəllimə, uşaqlar və əziz mamalar, burada olanlar, olmayanlar, hamınızın bayramınızı təbrik edirəm. Sizi sevirəm deməyə ehtiyac yoxdur, bunu bilirsiniz. İnşallah daha gözəl, daha sağlıqlı illərə doğru. Əsas can sağlığıdır. Canımız sağ olandan sonra istənilən problemi, tapşırığın öhdəsindən bir yerdə gələcək. Sizi çox sevirəm, öpürəm, bayramınız mübarək.
Alkışlarımız gelsin. Bravo! Sağ ol, tekrarlayıram. Özü danışmaz, her şeyi danıştırar. Görəsən cavab nədir? Kitab. Wow, doğru cavab. Doğru cavab. Sənə müəllimə məktəbdə 5 yazacaq. Yaxşı, mən yazacağım. Aha, ikinci. Bunu mən oxuyum. Gecə gəzir, gündüz yatır, işığıyla yol göstərir. Məncə Sabir hamıdan gedir. Sabir. Sabir görə inşallah gülər. Bəli, Sabir'in cavabını. Hadiyə. Hadiyə danışma. Şahda babanın hədiyəsi gecə gəzir də mənlə. Sabir, gecə gəzir. Bax gecələr, sən yatanda gəzir. Gündüz isə yatır. İşığıyla da yol göstərir. Maşının parası. Ben fikir aldım. Bilmem hakkı orman desin. Ay maşallah. Hə, uşaqlar, bax, müəlliməyə göstərməlisiniz ki, siz necə oxuya bilirsiniz. Yaxşı. Dönüşen her eşyan tasarım neylanıyor. Ali baş komandanın siyasetini neylanıyor. Düşmanı yaman sardı taş başa sardı.